Əş-Şura, Şura surəsi Məkkədə nazil olmuşdur. 53 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Hamim. Ayn. Ha, mim, eyn, sin, qaf. Bunlar Allah tərəfindən Muhammedə sallallahu aleyhi və alihi və səlləmə təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın möhkəm, həmçinin bu cür mütəşabih ayələri vardır. And olsun bizim hədsiz həlimliyimizə və mütləq hökmüranlığımıza ki, talelərdə baş verənlər əzəli qəza və qədərin hökmündən keçmişdir. كَذَلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ. Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara, peyğəmbərlərə bu cür, bu kəlimələr və bu surə kimi vəhy edir. لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. Göylərlə yerin özlərindən əlavə, göylərdə və yerdə nə varsa, Allahın həqiqi mülküdür. Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri onun qüdrətli əlindədir. Zatı, sifətlərinin kamilliyi və işləri baxımından uca və böyük odur. تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ. Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman, göylər az qalır yuxarılardan vəhy nazil olan tərəfdən yarılsın və mələklər Rəblərinə şükr etməklə birlikdə həmişə onu hər bir nöqsan və eybdən pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır. وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ. Allah, üluhiyyət və rububiyyətdəki şərikləri adı ilə başqalarını onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir, onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir. Sən əsla onların işlərinə vəkil deyilsən. وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ. Və beləcə, biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul Qura,
Məkkə və onun ətrafındakılara həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərinin insanlarına xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən, bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə qorxudasan. Bir dəstə cənnətdədir, bir dəstə alovlu odda. وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَكِنْ يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ وَالظَّالِمُونَ مَا لَهُمْ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ. Əgər Allah qəti iradə ilə istəsəydi, onların hamısını məcburi şəkildə əqidə və əməli baxımdan tək bir ümmət edərdi. Lakin Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və o, istədiyi və hidayətin kökünü qəbul etmiş kəsləri öz rəhmətinə daxil edir. Zalimların nə başçı və yoldaşları var, nə də yardımçıları. أَمِ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər. Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan O'dur. وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ذَلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ. Barəsində ixtilafda olduğunuz dini və dünyəvi mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və ona tərəf qayıdacam. فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا يَذْرَؤُكُمْ فِيهِ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ. O, göyləri və yeri ilk olaraq və misli görünməmiş şəkildə yaradandır. Sizin üçün mələk və cinlərdən deyil, öz cinsinizdən zövcələr yaratdı və həmçinin 4 ayaqlılardan da erkək dişi cütlər yaratdı. Sizi bununla, bu evlənmək tədbiri ilə artırır və yayır. Heç nə onun kimi deyil və eşidən və görən O'dur. Ləhu məqalidus səməvati vəl-ərd يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ. Göylərin və yerin xəzinələri, ruzinin xam mal və mənbələri və onların Allahın istəyindən ibarət açarları ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir, artırır və ya daraldır, azaldır. Çünki O, hər şeyi biləndir. شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي
أوحينا إليك وما وصينا به إبراهيم وموسى وعيسى أن أقيموا الدين ولا تتفرقوا فيه كبر على المشركين ما تدعوهم إليه الله يجتبي إليه من يشاء ويهدي إليه من ينيب. Allah sizin üçün, siz bəşər cəmiyyəti üçün səma dinindən ilk şəriət sahibi olan Peyğəmbər Nuh'a tövsiyə etdiyini, son şəriət sahibi olan sənə vəhy etdiyimizi və aradakı şəriət sahibləri İbrahim, Musa və İsa'ya tövsiyə etdiyimizi qanun etdi. Bu qanundan məqsəd odur ki, bu dini hamılıqla və birliklə bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey, Allah, Rəbb və dinin bir olması onlara çətin və ağır gəlir. Allah istədiyi və layiq bildiyi kəsi özünə və bu dinə tərəf cəlb edir və tövhid dinini qəbul etməklə ona tərəf qaydan kəsi özünə doğru yönəldir. وَمَا تَفَرَّقُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ إِلَى أَجَلٍ مُّسَمًّى لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِنْ بَعْدِهِمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ. Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara, yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən, onun əzəli elmindən, lövh-i məhvuzda keçmiş və orada qeyd edilmiş hər bir şəxs və qövm üçün müəyyən müddətədək möhlət vardır sözü olmasaydı, onların arasında batil əhlinin məhvi barəsində mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslərin də çoxu tərəddüd doğuran şübhə içərisindədirlər. فَلِذَلِكَ فَادْعُ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَقُلْ آمَنْتُ بِمَا أَنزَلَ اللَّهُ مِنْ كِتَابٍ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمْ الله ربنا وربكم لنا أعمالنا ولكم أعمالكم لا حجة بيننا وبينكم الله يجمع بيننا وإليه المصير. Buna görə də insanları ona, həmin şəriətə tərəf dəvət et. Sənə əmr olunduğu kimi səbatlı ol. Onların, kafir və müşriklərin nəfsi istəklərinə tabe olma və de, Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimizin nəticəsi bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra bizimlə sizin aranızda mübahisə etməyə və dəlil gətirməyə ehtiyac yoxdur. Allah qiyamət günü bizim hamımızı bir yerə toplayacaqdır və hamının qayıdışı ona tərəfdir. وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن
بعد ما استجيب له حجتهم داحضة عند ربهم وعليهم غضب ولهم عذاب شديد. Allahın dəvəti, fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən qəbul olunduqdan sonra, onun tövhid və rübubiyyəti barəsində höccətləşərək mübahisə edənlərin dəlilləri Rəblərinin yanında puç və batildir. Onlar üçün Allahdan bir qəzəb və şiddətli bir əzab olacaqdır. Allahu'l-lezî enzelel kitâbe bil-hakki vel-mîzân ve mâ yudrîke lealle's-sâ'ate qarîb. Allah haqq olaraq və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün kitabı, bütün əsrlərin səma kitablarını və ölçünü, maddi və mənəviliyindən asılı olmayaraq, həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını nazil edəndir. Sən nə bilirsən, bəlkə sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün qiyamət yaxındır. يستعجل بها الذين لا يؤمنون بها والذين آمنوا مشفقون منها ويعلمون أنها الحق ألا إن الذين يمارون في الساعة لفي ضلال بعيد. Ona imanı olmayanlar onun gəlməsinə tələsir. Ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil, qiyamət barəsində şübhə edənlər şübhəsiz uzun-uzadı azğınlıq içərisindədirlər. Allahu latifun bi'ibadihi yerzuqu men yeşâ' وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ. Allah öz bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə mənəvi və maddi ruzi verir və o qüvvətli və yenilməz qüdrət sahibidir. Mən kânə yuridu harsal âxirəti nezid ləhu fī harsih və mən kânə yuridu harsad dünya nu'tihi minhâ və mâ ləhu fil âxirəti min nasib. Kim axirət əkini istəsə, axirət məhsulu üçün əməl toxumu əksə, onun əkinini artırarıq. Lütfükarlıqla ona ədalətli dəyərin ən azı 10 bərabərini verərik. Və kim dünya əkini istəsə, əməli dünya məqsədi ilə etsə, biz öz yazımızı əsasən ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır. Əm ləhum şurakâ'u şəra'u ləhum minəd-dini mə ləm yə'zən bihilləh və ləulə kəlimətul fəsli ləqudiyə beynəhum və innəz-zaliminə ləhum əzəbun əlim. Yoxsa Allahdan qeyrisinin şəriyyət hökmü çıxarmaq haqqı olmadığı halda, onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var. Əgər o qəti söz hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın lövh-i məhvuzda yazılmış əzəli hökmü olmasaydı, onların arasında mütləq məhv edilmələri haqqında qəti hökm çıxarılardı. Həqiqətən zalimlar üçün ağrılı bir əzab vardır.
ترى الظالمين مشفقين مما كسبوا وهو واقع بهم والذين آمنوا وعملوا الصالحات في روضات الجنات لهم ما يشاءون عند ربهم ذلك هو الفضل الكبير. Cəza günü zalimları kəsb etdiklərindən qorxan görəcəksən. Halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir və ondan qaça bilməyəcəklər. İman gətirərək yaxşı işlər görmüş kəslər isə cənnətin təravətli bağlarında olacaqlar. Rəblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu həmin böyük lütfdür. ذلك الذي يبشر الله عباده الذين آمنوا وعملوا الصالحات قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ومن يقترف حسنة نزد له فيها حسنا إن الله غفور شكور. Bu Allahın iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De, sizdən bunun ilahi tapşırıqların çatdırılmasının müqabilində qohumların barəsində qəlb və əməldə olan məhəbbətdən başqa bir muzd istəmirəm. Kim bir yaxşı iş görsə, daha artıq məhəbbət göstərsə, biz onun üçün həmin işdə yaxşılıq, savab artırarıq. Onun təbii mükafatına ən azı 10 dəfə artıq əlavə edərik. Həqiqətən Allah bağışlayan və qədir biləndir. أم يقولون افترى على الله كذبا فإن يشأ الله يختم على قلبك ويمحو الله الباطل ويحق الحق بكلماته إنه عليم بذات الصدور. Yoxsa onlar Muhammed peyğəmbərlik və Qur'anın Allah tərəfindən olması barəsində Allaha iftira yaxmışdır deyirlər. Belə deyil, çünki iş Allahın əlindədir. Buna görə də əgər istəsəydi, sənin qəlbini möhürləyərdi və səndən ayələri bəyan etmək qüdrətini alardı. Allah həmişə öz ənənəvi qanunlarına əsasən özünün peyğəmbərlərə vəhy etdiyi kəlimələri vasitəsilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən o, ürəklərdə olanları bilir. وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ. Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən odur. وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ. İman gətirib, yaxşı işlər görmüş kəslərin istəklərini qəbul edir və öz lütfündən onların mükafatını artırır. Qiyamət günü kafirlər üçün şiddətli bir əzab vardır. وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ. Əgər Allah bəndələrinin ruzusunu bol etsəydi, şübhəsiz yer üzündə zülm və tüğyan edərdilər.
Lakin o, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki o, bəndələrinin vəziyyətindən xəbərdar və onların halını görəndir. وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِن بَعْدِ مَا قَنَطُوا وَيَنشُرُ رَحْمَتَهُ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ. İnsanlar naümid olduqdan sonra faydalı yağışı nazil edən və öz rəhmətini yayan odur. Və odur başçı, dost, yardımcı və bütün sifət və işləri təriflənmiş. وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ. Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı, onun qüdrət, əzəmət və hikmət nişanələrindəndir. O istəyəndə qiyamətdə onları bir yerə toplamağa qadirdir. وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَن كَثِيرٍ. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və o, hələ onların çoxundan keçir. وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ. Siz yeryüzündə Allahı aciz qoya bilən deyilsiniz ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz. Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur. وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ. Dənizdə üzən dağ gövdəli gəmilər də onun tövhid, qüdrət və hikmət nişanələrindəndir. إِنْ يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَى ظَهْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ. Əgər istəsə, onların hərəkət etmələri üçün vasitə olan küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda, dənizin dərin suyunda gəmi ləvazimatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində çox səbr və şükr edən, yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən hər bir kəs üçün nişanələr vardır. أَوْ يُوبِقَهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَنْ كَثِيرٍ. Yaxud onları, gəmidəkiləri qazandıqlarının, günahlarının müqabilində məhv edər. O, günahların çoxundan da keçir. وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ. Belə edirik ki, qorxsunlar və bizim ayə və nişanələrimiz barəsində höccətləşərək mübahisə edənlər bilsinlər ki, onların bizim qüdrətimizdən qaçmaq yerləri yoxdur. فَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ. Buna görə də müvəqqəti həyatın müxtəlif vasitələrindən sizə verilənlər
dünya həyatının pay və malıdır. Allahın yanında olanlar, axirət mükafatları iman gətirib, öz Rəblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir. وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ Həmçinin böyük günahlardan və çirkin əməllərdən çəkinən və şəxsi məsələlərdə birinə qəzəblənəndə intiqam almaq əvəzinə onu bağışlayan kəslər üçün. وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Və o kəslər üçün ki, Rəblərinin iman və əmələ dəvətini qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ Və onlara, cəmiyyətlərinə və ya dini hədəflərinə zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən və düşməndən intiqam alan kəslər üçün. وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ Və hər bir pisliyin cəzası onun kimi bir pislikdir. Öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir. Bununla belə, əgər kimsə əff etsə və Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını düzəltsə, onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən o zalimları, pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları sevmir. وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَٰئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı həddi aşmaq və təcavüz etməyə ağıl və şəriyyət baxımından əsla bir yol yoxdur. إنما السبيل على الذين يظلمون الناس ويبغون في الأرض بغير الحق أولئك لهم عذاب أليم Cəza və tənbih yolu yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmüranlıq və fəsad axtaran kəslərə qarşıdır. Belələrinə qarşı açıqdır. Onlar üçün ağrılı bir əzab vardır. وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ Əlbəttə, kim intiqam almaq qüdrəti ola səbr etsə və bağışlasa, bu doğrudan da mühüm işlərdəndir. وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ وَلِيٍّ مِّنْ بَعْدِهِ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَى مَرَدٍّ مِّنْ سَبِيلٍ Allahın boşladığı və üzərindən lütf nəzərini götürdüyü kəsə Allahdan başqa əsla bir başçı və yardımcı olmayacaqdır. Zalimları cəhənnəm əzabını görən zaman dünyaya və ya iman və tövbəyə qayıtmaq üçün
bir yol varmı deyən görəcəksən. وتراهم يعرضون عليها خاشعين من الذل ينظرون من طرف خفي وقال الذين آمنوا إن الخاسرين الذين خسروا أنفسهم وأهليهم يوم القيامة ألا إن الظالمين في عذاب مقيم. Onları zillət və xarlıqdan doğan itaətkarlıqla, qorxudan gözaltı baxa-baxa oda göstərilən görəcəksən və iman gətirənlər onların barəsində deyəcəklər. Doğrudan da ziyana düşənlər özlərini və öz dünya və ya cənnət adamlarını verməklə qiyamət günü ziyana uğrayan kəslərdir. Bil ki, zalimlar mütləq daimi əzab içərisində olacaqlar. وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَاءَ يَنصُرُونَهُم مِّن دُونِ اللَّهِ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن سَبِيلٍ. Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın rəhmətini kəsməklə azğınlıqda boşladığı kəsin əsla bir nicat yolu yoxdur. استجيبوا لربكم من قبل أن يأتي يوم لا مرد له من الله ما لكم من ملجأ يومئذ وما لكم من نكير. Allah tərəfindən bir qayıdışı olmayan gün, qiyamət gəlib çatmamışdan qabaq, Rəbbinizin iman və əmələ dəvətini qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar, nə də əməllərinizi bir inkar etmək qüdrətiniz. فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنسَانَ كَفُورٌ. Beləliklə, əgər sənin dəvətindən üz döndərsələr, bunun üçün sən məzəmmət edilməzsən. Çünki biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə dinin tapşırıqlarını çatdırmaqdan başqa bir şey yoxdur. Onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil. Biz insana öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə şübhəsiz insan çox nankördür. Həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır. Lillahi mulkus semawati vel ard yakhluqu ma yasha yehabu limen yasha'u inathan ve yehabu limen yasha'u zukur. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi ona məxsusdur. O istədiyini yaradır, istədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
أو يزوجهم ذكرانا وإناثا ويجعل من يشاء عقيما إنه عليم قدير. Yaxud da başqa biri üçün oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki o, doğrudan da hər şeyi bilən və qüdrətlidir. Yaradılışın ən kamil quruluşunun xeyrini bilir və həyata keçirir. وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ. Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz. Mətləbin, duyğuların rolu olmadan, ya yuxuda, ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət vəhy, yaxud qeyb pərdəsi arxasından danışmaq və ya mələklərdən bir elçi göndərərək öz izni və nəzarəti ilə istədiyini şəxsin görməsi və səsini eşitməsi ilə vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir. وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَن نَّشَاءُ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Və beləcə, bu üç yolla sənə öz əmrimizdən bir ruh, öz fərmanımızdan qaynaqlanan Qur'an və dini təlimlər vəhy etdik. Sən bundan öncə kitabın nə, imanın, dinin hökmlərinin əsas və şaxələrinin hansılar olmasını bilmirdin. Lakin biz bu Qur'anı vasitəsilə bəndələrimizdən istədiyimizi, dinin əsasını qəbul etdikdən sonra, sonraki kamillik mərtəbələrinə istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən insanları doğru yola yönəldirsən. صراط الله الذي له ما في السماوات وما في الأرض ألا إلى الله تصير الأمور. O Allahın yoluna ki, göylərdə və yerdə olanların hamısı, onların özləri də daxil olmaqla, onun həqiqi mülküdür. Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək onun istəyindən asılıdır. Bil, dünyanın və bəndələrin bütün işləri məhşər günü ona tərəf qaydacaqdır.